Selam dostlar. Instagram'da bir dostumuzun Bilgemiş adında sayfası var. Ve orada çalışır ki Farsi kelimelerin köklerin Türkçe dilde aktarsın. Ve Farsi dilinde Türk köklüleri farklı ifadelerle ve hatta üz ifadesi ile Fars sözlerinin ya Fars dilinde Türk sözlerinin köklerini aktarsın. Ümumiyyətlə bir çalışmadır. Müsbət yönlü bir çalışmadır. Baxmayaraq ki, Bilgemiş dostumuzun sayfasında bu çalışmalar müəyyən bir reaksiyaya dayanaraq meydana çıxır. Yəni danışıqda muhatib güya Fars milləti ya Farslar və ya Taciklərdir. Yəni hər bir çalışmanın, yəni balaca 1, 2, 3, 5 dəqiqə çalışmanın və bir şeyi müəyyən bir sözün ifadəsi və onun Türk dilində köklərini axtarmağa bəyan edəndən sonra Farslara güya narahat olmayın, bu gerçəkdir deyə bütün reaksiya vermək və onlara mənə gəldiyində öz Türkçəbaca sözümüzdə yandığındı vermək kimi bəzi ifadələrdə bulunur. Orası əlbəttə məncə müsbət deyildir. Amma araşdırıcı bir formda Fars dilində Türk sözlərin köklərini axtarmaq da əlbəttə bir işdir. Lazım da bir işdir. Amma bəzən bu dostumuz sözlərində fazlasıyla ilerləyir və qeyri-lazım sözlər, biraz qeyri-məntiqi sözlər, hətta bəzən qeyri-əqlani sözlər danışıqlarının baharatı ya ədviyyəsi kimi meydana gətirir. Mənim sualım budur. Əgərsə insan bir haqlı söz danışırsa, o haqlı sözün danışığının köklərin bir nahaq, qeyri-məntiqi, qeyri-əqlani, məhkəmə pəsənd olmayan sözlərin, ifadələrin, fikirlərin meydana gətirdiyində o əvvəlki dediyi haqq sözləri sual altına aparmırmı? Yəni bir danışıqda deyək 3 dəqiqə, 5 dəqiqə danışığın içində onun yarısı güclü məntiqə və haqlı sözə dayanaraq o biri yarısı qeyri-məntiqi, qeyri-əqlani sözlərə dayanırsa o haqlı bölüm də sual altına getmirmi? Dostumuzdan, yəni Bilgemiş səhifəsindən bir danışıq üstə yayılıbdır. Linkini burada yaymışam. Orada Fars dilində olan yax, yəni buz, yaxı, yəni yaxa və bu türləri Türk dilində yığmaq fiilinə bağlamaqla yax və yaxənin Türk köklü olmasını göstərməyə çalışır. Bu söz bitəndən sonra inanılmaz dərəcədə yanlış ifadələrdə bulunur və o cümlədən Farslara və ya Taciklərə xitabən deyir ki, siz hindi değilsiniz, yani Hindistan'dan değilsiniz. Siz deri dilli Türk ırgındansınız. Ve sonra devam edir ki, deri Türk dilinin lehçelerinden biridir ki, onu Türkler özleri yaratmışlar deyir. شما هندی نیستی، دری زبان ترک نژادی و دری یک گویش از ترکیه که توسط خود ترک ها ساخته شده. Bu dostumuzun, Bilgemiş'in bu danışığına ciddi suallar bulardır. 1. Deyir ki siz hindi değilsiniz, Türk köklüsünüz, Türk ırgındansınız. Sual budur. Biri hindi olursa ne olabilir? Kökü Türk olsun veya hindi olsun ne farkı vardır? Ne için orada hindi olmasını reddedip Türk olmasını onlara gösterir? Bir de her halk, her millet ya her insan hangi millete haradan gelir diye özü onu tayin etmelidir ya başkası onu aydınlatmalıdır. Bize ne deyirlər İranda? Siz Türk değilsiniz, Azerisiz, köküz Fars'tı ve sizi Türk edipler. Siz Türk değilsiniz. İndi bizim bu dostumuz da hemen metodu Farsları işletmeye çalışır ki siz Fars değilsiniz ya Hindi değilsiniz, Türksüz. Bu sözün içinde insani cəhətdən məna nədir? Ne olsun? Hindi olsun ya kökü Türk olsun ne fark edecek? Orada bir ikinci ciddi bir yanlışlık bu dostumuzun sözünün içinde meydana gelir. Türk ırgındansınız deyir.
Halbuki bugün biyoloji bilimində ırq adında bir şey yoxdur. Heç bir ırğı yoxdur. İnsanların genetik xəritəsi və kromozomu yapısı birdir. Fərqli millətlər fərqli ırqlardan və ya reyslərdən, nəcətlərdən deyirlər. Yalnız dildə, milli kimlikdə, kültürdə bir-birindən fərqlənirlər. Irqıda deyil. Sonra yine bu yanlış ifadəni bəyan edir və deyir ki, dəri dili Türk dilinin bir ləhcəsidir deyir. Dəri necə bir Türk dilinin ləhcəsidir ki, danışanda nə Türk onu başa düşür, nə Türk danışanda dəri onu başa düşür. Və hangi bilim və harada, hangi elmlər akademiyasında, hangi ədəbiyyat araşdırmasında dəri dili ya fars dilini Türk dilinin ləhcəsindən biri sahibdir ki, bizim bilgəmiş dostumuz dəri dilini ya fars dilini Türk dilinin bir ləhcəsi hesab edir. Gülünc değil mi bu? Həqiqətdən uzaq bir şey değil mi? Normativ əqlə sığmayan bir şey değil mi? Yəni bilgəmiş dostumuz sözünün əvvəlində ki, fars dilində sözlərin türkü köklərini axtarmağa və aydınlatmağa çalışır, sözlərinin ikinci bölümündə tamamilə yanlışlığa cumur. Əql və məntiqdən uzağa gəzir. Hətta biraz da onları təməssxür etməyə çalışır. Bu da bir Türk insanına və əsasən bir insana yakışmaz, yaraşmaz ki, başka insanı, başka kültürden, dilden olursa onu lağa koysun veya təməssxür etsin. Daha pisi budur ki, deyir dəri dili, fars dilini Türklər özləri yaratmışlar. Acaba bu qeyri-məntiqi və hətta gülünc deyir ki, Türklər bir dil yaratmışlar ki, öz dillərinin rəqibi olsun və hətta onlar Türk dilini başa düşməsinlər. Yəni Türklər özlərinə bir rəqib dil yaratmışlar və o rəqib dil bugün İranda Türklərin başının bəlası olmuş. Qardaş, belə bir məntiq olurmu? Yəni bu dostumuz göstərir ki, Türklər özlərinə qarşı bir fəaliyyətdə bulunublar. Yəni dəri dilini yaraldıblar da ki, bugün İranda gəlsin, həman dəri dil ya fars dili Türk dilini əzsin. Yəni dəri dilini Türklər düzəldiblər ki, bir zaman Türk dilini əzə bilsinlər. Belə bir çəlişki, belə bir tənaquz, belə bir kontrast, belə bir qeyri-əqlani işi bir xalqı görə bilirmi? Görübmü? Tarixdə belə bir iş olubmu? Əbəda belə bir iş olmaz. Amma bizim bu dostumuz çalışır ki, hətta ifadə ilə desin ki, bu bizim işimizdir. Və fəxr etsin ki, Türklər dəri dili, fars dili düzəldiblər ki, Türk dilini məhv etsinlər. Bu qıssa danışığım dostumuz Bilgəmiş haqda yalnız bir hədəfdən ötürü danışdım. Diqqətli olmağımız lazımdır. Başqasını təhqir etmə məqsədi ilə özünü təhqir edirsən içində olmamalıdır. Zaten başqasını təhqir etmə olmamalıdır. İnsan haqlarına qarşı bir eyləmdir. İnsanın bərabər dəyərinə qarşı bir eyləmdir. Bu tarixin kürəsəl dəyərlərindən və bəlkə tarixin ən önəmli dəyərlərindəndir ki, hər bir insan onun dininə, dilinə, dərisinin rənginə, cinsiyyətinə, kültürünə baxmayaraq bərabər dəyərə sahibdir. İnsanlar bərabər dəyərə sahibdir deyə düşünməliyik, mənimsəməliyik, inanmalıyıq. Yoxsa insaniyyətə gələcək olmaz. İnsaniyyətə gələcək olmayınca Türk insanına gələcək necə ola bilər?